Salam əziz tələbələr, hamınızı xoş gördük. Mətnin məntiqi təhlilinin deməli ikinci hissəsindəyik. Deməli birinci hissəsində 5-ə kimi izah etmişdik. Ümid edirəm ki, faydası olmuşdur bu 5 dənənin. Bundan sonrakıları da izah edəcəm. Tək məntiq kitabı 2015-dən yox, həm də 2016-cı ilin deməli çoxunda sual doğuran bir sualını izah eləyəsiyəm. O da ki, deməli, modem testlərə düşmüşdü. 2006 abituriyent modem testlərə düşmüşdü. Onu izah eləyəsiyəm. Baxaq, əvvəlcə deməli, sualı oxuyaq və izah etməyə çalışaq. 6-cı suala baxaq. Müxtəlif keyfiyyətlərdə olan X, Y, Z, T və U şamlarını eyni anda yandırdıqda müxtəlif vaxtlarda yanıb qurtarır. Uzun müddət yanan şam daha keyfiyyətlidir. Bu şərtləri verib bizə. Uzun müddət yanan şam daha keyfiyyətlidir. Keyfiyyətli şamlar daha bahalıdır. Z şamının yanma müddəti T və U şamlarında daha çoxdur. X şamının keyfiyyəti yalnız Y-dən aşağıdır. Ən ucuz şam T'dir. Baxın, belə bir sualları həll edəndə biz burada şərtə əsaslanırıq. Əsasən şərtdir. Yəni, mən demişdim ki, mətnin məntiqi təhlilində əsas hissələr odur ki, birinci şərtə əsaslanırıq, ikinci cədvəl qururuq, üçüncü isə ardıcılığa əsaslanırıq. Burada şərtə əsaslanırıq. Baxaq, uzun müddət deməli, yanan şam daha keyfiyyətlidir. Deməli, uzun müddət yanan şam daha keyfiyyətlidir. Yəni, bunu başa düşdük. Keyfiyyətli şamlar daha bahalıdır. Və burada belə bir nəticə çıxardarıq ki, uzun müddət yanan şamlar bahalı olurlar və keyfiyyətli olurlar. Z şamının yanma müddəti T və U şamlarından daha çoxdur. Baxın, bu əsas bizim şərtimiz, bax, budur. Bizim bir dənə şərtimiz varsa, əsasən budur. Yəni, buna bir dənə əsaslanasıq. Nəyə görə? Çünki deyək ki, Z şamının yanma müddəti T və U şamlarından daha çoxdur. Baxın, T və U şamlarından daha çoxdur deyirsə, deməli, T ilə U-da oxşar bir nəsə olub ki, Z şamı bunlardan fərqləndirir. Baxın, şərtimizə bir dənə də baxaq. Z şamının yanma müddəti T və U şamlarından daha çoxdur. Deməli, bu T ilə bu U-da oxşarlıq nəsə var. Sonrakıya baxaq. X şamının keyfiyyəti yalnız Y-dən aşağıdır. Ən ucuz şam T-dir. Baxaq. İndi həllinə baxaq. Deməli, burada yenə o misalın ki, həlli sözün yazanda insanda bir canlanma olur ki, bu məsələni həll etməyə. Baxın, yenə deyəm, şərtimizin əsası budur. Z şamını nəyə görə burada fərqləndirdim? Çünki deyək ki, uzun müddət yanan şam daha keyfiyyətlidir. Keyfiyyətli şamlar daha bahalıdır. Z şamının yanma müddəti T və U şamlarından daha çoxdur. Deməli, Z şamı keyfiyyətli bir şamdır və daha bahalı şamlardan biridir. Və T ilə onu yenə deyirəm, fərqləndirməyi, bundan eyni yerdə yazmağı fərqləndirməyi bizim şərtimizin əsas sayılır. Çünki ikisində bu da oxşarlıq nəsə olmalıdır ki, bunların ikisini birindən fərqləndirib. X şamının keyfiyyəti yalnız Y-dən aşağıdır. Ən ucuz şam T-dir. Sizə bir şərt qoyasıyam. Yəni, nə tərəf bir şərtdir? Yəni, burada, məsələn, Z, Y, X yazaq, U yazaq, T yazaq. Nəyə görə bunları yazdım? Çünki bunlara bir rəqəm verəsiyik. Yəni, neçə dəqiqə yanır, neçə dəqiqə bu qutara bilər. Belə bir şey qoya bilərik, fərqi yoxdur. Və burada yenə deyirəm, baxın, bizim əsas şərtimiz budur. T və U. T və U. Bu ikisinə elə bir qiymət verməliyik ki, bunlar oxşar olsun. Oxşar olsun və Z-dən fərqləndirə bilək. T ilə U-nu oxşar yazasıyıq. Yəni, bunları 2 dəqiqə yanar, 3 dəqiqə yanar, 4 dəqiqə yanar, 5 dəqiqə yanar. Nəyə yanacaqsa, ikisi də eyni vaxtda olacaq. Məsələn, mən U-nu T ilə bərabərləşdirirəm və bunların yanma müddəti 5 dəqiqə bərabərlər. 5 dəqiqə. Üstdən 2 dəqiqə eləyək. Fərqi yoxdur. Mənim üçün heç bir fərqi yoxdur. Bunu X eləyək, 5 eləyək. Yəni, bunlardan fərqlənsin də. Y onda eləyəcək, 5-dirsə, Y eləyəcək, 7 eləyək. Çünki X Y-dən geri qalır. Z isə ən böyük olduğuna görə, deməli, gəlin bunları rəqəmlərin eləyək ki, tam olsun. 5 eləyək, bunu eləyək 7.
tam olsun ki, biz burada cavab ala bilək. Bunu da eləyək 8. Bunu da eləyək 10. Yenə də tam ədəd eləyək ki, biz burada çətinlik görməyək. Baxın, yenə də Z-in yarısı bunlar oldu. Görürsünüz? 5, 5. İkisi Z-in də yarısı oldu. Deyək görə, çünki şərtimizdə də ona oxşar bir söz deyir. Z şamlının yanma müddəti T və U şamlarından daha çoxdur. Aha. X şamlının keyfiyyəti yalnız Y-dən aşağıdır. Düzdür yazmışam. Ən ucuz şamsa T'dir. Ən ucuz şam da T'dir. Düzdür. Ən ucuz şam da T'dir. Baxın. Suala baxaq. Z və T şamları eyni anda yandırıldıqdan bir müddət sonra. Bax, Z ilə T-ni eyni anda yandıraq. Tutaq ki, burada yazaq. Z və T şamları eyni anda yandırıldıqda. Z neçə dəqiqəlik yanır? Bir dəqiqə, bunu burada yazmayaq. Bir dəqiqə. Elə bunu aşağıda yazaq. Z və T şamları. Z və T şamları. Z neçə dəqiqə yanır? Z yanır 10 dəqiqə. T şamı isə yanır 8 dəqiqə. Yox, 5 dəqiqə. 5 dəqiqə. 5 dəqiqə T şamı yanır. Z şamı isə 10 dəqiqə yanır. Baxın. Burada sualımıza baxın. Z və T şamları eyni anda yandırıldıqdan bir müddət sonra X, Y, U şamlarını yandırmaya başlayırıq və axırda hansı iki şam eyni anda qurtara bilər? Baxın. Gəlin bu suala, bu şart üçün verəylə. Baxın, 10 dəqiqə bunu vurmuşam yanmağa, 5 dəqiqədə bunu vermişəm yanmağa. Neçə dəqiqədən sonra, yəni bir müddət sonra, yəni bir müddətdən sonra U-dur, X-dir, bir də Y-dir. Baxın, bunların yanmasından, bir dəqiqə. Baxın, bunların yanmasından neçə dəqiqəsə sonra bunların yanmasına vaxt veriblər. Baxın. Bunların yanmasına neçə dəqiqə sonra bunların yanmasına baxıblar. Sonra bunlara əvvəl baxaq. Bu 5 dəqiqə yanır. X 7 dəqiqə elə bil ki. Aha, X 7-dir. Y isə 8 dəqiqə yanır. Baxın. 5 dəqiqə bu yanır, 7 dəqiqə bu, 8 dəqiqədə bu. 10 dəqiqə Z yanır, 5 dəqiqə T yanır, 5 dəqiqə U yanır, 7 dəqiqə X yanır, 8 dəqiqə Y yanır. Baxın, neçə dəqiqəsə sonra, bax bu ikisinə baxaq. Neçə dəqiqəsə sonra bunlardan yandırandan, bunları hepsi içində yandırırıq. Neçə dəqiqə sonra bunları yandırırıq. Yəni, neçə dəqiqədən sonrasa bunları başlayıb yandırmağa. Gəlin 5 dəqiqə deyək. Nəyə görə 5 dəqiqə deyirəm? Çünki 5 dəqiqədən sonra T yanıb qutaracaq. Düzdür? T ucu kül olacaq 5 dəqiqəyə. Və Z hələ də yanacaq. Gəlin baxaq. 5 dəqiqə keçdi. Təsəvvür edək ki, 5 dəqiqə keçdi. Y yandı. Ucu Y yanıb kül oldu. 5 dəqiqədən sonra. Baxın. Y kül oldu. Z-in nə qədər vaxtı qaldı? Z-in 5 dəqiqəsi qaldı. Z-in 5 dəqiqəsi qaldı. T yanıb qutardı. Sonra o həmən 5 dəqiqə qalmış, bunların üçünü də yandırıram. Baxın, bunların üçünü də yandırmağa başlayıram. Bunların üçünü yandıranda, bunlar olduğu kimi gəlir aşağı. Yəni, bunlar yanma müddəti gəlir olduğu kimi aşağı. Yanma müddəti gəlir aşağı. Və baxır. Bu 5 dəqiqə Z yanma vaxtına, buradan oxşar hansıdır? 5 dəqiqə Z yananda, U da 5 dəqiqə yanıb qutaracaq. Yəni, sonda bu 5 dəqiqə yanırsa, bu da 5 dəqiqə yanıb qutaracaq. Deməli, cavabımız nə olacaq? Eynilərin istəyir, Z ilə U olacaq. Görürsünüz? Necə asandır? Baxın, yenə deyirəm, şərtimizi bir də oxuyuruq, başa salaq.
Şərtimizə nə götürdüm? Z şamlının yanma müddəti T və U şamlarından daha çoxdur deyəndə, burada ikisini bir yerdə verib və bununla fərqləndiribsə, ikisində oxşarlıq tapasıyıq və ikisini də eyni bir vəziyyətdə götürəsiyik. Yəni, T ilə U-lu eyni vaxtı götürəsiyik. 10 dəqiqə, yəni bunların ikisi bunun cəmini verir. 10 dəqiqə, 5 dəqiqə, 5 dəqiqə, 7, 8 dəqiqə götürdüm. Bunların ikisi yanından neçə dəqiqəsə sonra bunları yandırmışıq. Gəlin 5 dəqiqə götürdük, bu T yanıb qutardı. Bunun 5 dəqiqəsi qaldı və bunları ki, yazandan sonra U-nun 5 dəqiqəsi, X-in 7, Y-in isə 8 dəqiqəsi oldu və uyğunluq da bir dənə 5 ilə 5, yəni Z ilə U oldu. Çünki bizə də sual verib ki, hansı iki şam eyni anda qutara bilər? Bu da isə cavabımız U və Z olasıdır. C bəndi. Yedinci suala baxıq. A və B yaşıddırlar. Yəni A bərabərdir B-yə. Bir dəqiqə. A bərabərdir B-yə. Deyək, A və B yaşıddırlar. B yaşca C-dən böyükdür. B yaşca C-dən böyükdür. Deməli, bu böyükdür. Böyükdür C-dən. B yaşca C-dən böyükdür. D yaşca A-dan kiçikdir. D yaşca kiçikdir A-dan. D yaşca kiçikdir A-dan. D yaşca A-dan kiçikdir. Aha. Belə bir bərabərlik aldıq. İndi baxaq. Mütləq doğru olanı seçin. Mütləq doğru deməkdir ki, yəni bu şərtlərin hamısını ödəsin. Yəni şərtlər hamısına uyğun olsun deməkdir. A yaşca C-dən böyükdür. Baxaq. A yaşca C-dən böyükdür. Görürük ki, A B-yə bərabər olduğundan B C-dən böyükdürsə, deməli A da C-dən böyükdür. Cavabımız bu olacaq elə. Elə A bəndi olacaq. A bəndi olacaq. B-yə baxaq. C və D yaşıddırlar. C və deyə bilmərik. D yaşca C-dən böyükdür. Deyə bilmərik. D yaşca C-dən kiçikdir. Deyə bilmərik. D yaşca B-dən böyükdür. Yox, səhvdir. Cavab elə bu da A bəndi olacaq. Keçdik model testlərə. 2016-cı il magistratura testlərində çoxunun əziyyət çəkdiyi və dəhşətə gəldiyi bir suallardan biridir. Çoxu deməli, mənim indi inbox deyəcəm, başlayacaqsınız ki, ayda, niyə inbox deyirsiniz, niyə inbox demirsiniz, nə bilim nə. Ona görə inbox sözünü demək istəmirəm. Demiş kimi varam, deyə bil ki. Mənə yazırlar ki, bu məsələ tipli suallar bizi demək, körləyir və belə tipli məsələ düşsə biz qəbulda 0 yazasıyıq. Xahiş edirik, bunun bir yolunu deyin və biz bununla qəbulda nəsə yaza bilək. Birinci, model testlərin bizə verilməsi səbəb, yəni model testlər düzdür. Qəbulda onların bəzi məsələlər var ki, onların qəbulda düşmə ehtimalı nola oldu, yəni 100% düşə bilməz. Çünki orada çox vaxt itirici suallar var, onlar düşə bilməz. Amma bəziləri var ki, məntiqdən və informatikdən suallar var ki, %100% qəbul suallardır və qəbulda düşəcək bir suallardır. Yəni qəbulda o dərəcə çox belə çətin düşmür, yəni asan tipli düşür. Amma mənim fikrimcə, sizə də model testlərə baxmışsınız, yəni çətin heç nə yox idi orada. Model testlərdə çətin heç nə yox idi. Bircə sizin çətin çəkdiyiniz 3 dənə mətn tipli var və inşallah bölmə-bölmə mən bunları izah eləyəsiyəm. Hələ ki, birini indi izah eləyəsiyəm. Birini deyəndə ki, yəni bu mətnə aid 3 dənə, 8, 9, 10, 3 dənə. Yəni bu mətnə aid 3 dənə məsələni həll eləyəsiyəm. O da, bunu da siz özünüz paylaşmışsınız mənə mesajımda və mən indi bunu həll edəcəyəm. Deməli, baxaq. Qrupun 7 tələbəsi A, B, C, D, E, F, G magistratura qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ qazandı. İnşallah sizlər də qəbul olarsınız və ikinci turu inşallah hər hansı bir deməli, qəbul proqramı seçmək sizə nəsib olar inşallah Allahın köməkliyi ilə. Deməli, onların hər biri 19, 33, 56 sayılı qəbul proqramlarından birini seçdi. Aha, baxaq. Deməli, bunlardan birini seçdi. Baxaq. Aha. A və D eyni qəbul proqramı seçdilər. Aha. 19 sayılı qəbul proqramı təbəədən yalnız biri seçdi.
C, Y və G müxtəlif qəbul proqramı seçsinlər. F-in seçdiyi qəbul proqramı bu qrupdan yalnız 2 nəfər seçdi. Aha, bu sanki bu qəbula güc istifadə düşəcək bir sualdır və hadisə bunu həll etmək 10 saniyəlik bir cavabdır. Yəni 10 saniyə bu məsələni həll etmək olar. 10 saniyəlik bir sualdır. Yəni bu çətin işin yoxdur burada. Yəni 10 saniyə, yenə deyirəm 10 saniyəlik bir sualdır bu. 10 saniyə tapmaq olar. Mən sizə izah edirəm və deyəcəksiniz ki, siz niyə belə gec izah edirsiniz? Çünki mən izah edirəm bunları və sizə bildirmək istəyirəm ki, yolu əslində budur. Onu beyninizə tez də tapıb cavab verə bilərsiniz. Yəni o sizin qalıb indi fikirləşib tapıb tapmamanıza. Baxaq indi. Bu cədvəl əsasında olasıdır. Deməli, bunu biz deməli aşağı verək və cədvəli aşağıda quraq. Aha. Deməli, burada bir dənə cədvəl quraq. Burada bir cədvəl qurasıyıq. Baxın, bir cədvəl quraq. İndi mən bunu tez qurasıyam və sizdən bunu tam özünüz qurmanızı istəyirəm. Yəni, bu sualı mən burada yazdım, sizə izah elədim. Siz bunu elə belə baxıb keçibməyin. Yəni, özünüz bir dəfə edin. Görün, mən bunu edə bilirəmmi? Yəni, bu izahdan sonra mən bundan nəsə başa düşdümmü? Deyə beyninizdə bir fikirləşin. Və bunu bir daha özünüz vərəq götürün və yazın. Görün, yaza biləcəksiniz, yaza bilməyəcəksiniz. Yazan məsəz yenə bu izaha baxın və inşallah bir-iki dəfə təkrar edəndən sonra tam olaraq sizin beyninizdə oturacaq bu. Əzbərləmək kimi yox, yenə deyirəm, başa düşmək lazımdır. Əsasən dərk eləmək lazımdır ki, nə deyirəm mən burada və necə izah edirəm. Baxaq, belə bir cədvəl qurduq. Bizə verilənlər, bayaq dediyim kimi, verilənləri yazanda şaquli şəkilli yazısıyıq, yəni kolon şəkilli. Verilənlər bunlardır. Deməli, nəsə toplayıb, nəsə yığıb, nəsə alıb, nəsə verib, haradasa oxuyursa, harasa gedirsə, onları isə sıra şəkilli onların təmasında yazasıyıq. Yəni, baxın, onların sırasına uyğun bir vəziyyətdə yazasıyıq. Baxın, şərtimizi qoyaq. Bax, A və D eyni qəbul proqramı seçiblər. Baxaq, A və D, yazaq bura eyni. Eyni qəbul proqramı seçiblər. Bunu onda qırmızı rəngə verək. A və D də eynidir. Eyni. Bunu da qırmızı rəngə verək. Eyni olduğunu sizə tam olaraq göstərim ki, yenə də mən burada izah edirəm. Yəni bunu siz qəbulda lazım deyil, siz onu qırmızı rəngə qoyarsınız. 19 saylı qəbul proqramı tələbələrdən yalnız biri seçdi. Aha. 19 saylı biri seçibsə, deməli bunlar da ikisi eyni proqramı seçibsə, deməli A ilə D 19 saylı ola bilməz. Heç bir vaxt 19 saylı ola bilməz. Çünki ikisi də eyni bir proqram seçiblər. Əgər onda bu A 19 olsaydı, onda D də 19 olacaqdı və şərtimiz pozulacaqdı ki, 19-cu şərti 2 nəfər ödəyəcəkdi. Amma burada şərtdə deyir ki, 19 sayını bir nəfər seçib. Deməli, A ilə D ödəyə bilməz bunu. Sonra keçək o birisina. Şərtə baxaq. C, Y və G müxtəlif qəbul proqramı seçiblər. Deməli, C, Y və G. C, deməli, C-ni başqa bir rəngə boyayaq. Bunu eləyək. Göy rəngli. Y-ni eləyək. Qırmızı eləməyək. Sarı rəngli. G-ni də eləyək. Tam sarı. Ya yaşıl eləyək. Aha. Fərqli yazaq. F yazaq. F yazaq. Ya bunu... Aha. Ya F buna yazaq. Fərqli deyəndə ki, yəni bunlar heç biri eyni yerdə ola bilməz. Yəni bu bir fərqli olmalıdır, bu da fərqli olmalıdır, bu da fərqli olmalıdır. Fərqli rəqəmlər seçməlidirlər. Sonra aha, deməli F-in seçdiyi qəbul proqramını bu qrupdan yalnız 2 nəfər seçdi. F-in seçdiyi qəbul proqramı, deməli F-in seçdiyi 19 ola bilməz. Çünki F-in seçdiyi bundan əlavə F-dən əlavə 2 nəfər də seçib. Deməli, F-in seçdiyi deməli, ola bilməz. 19 ola bilməz. F seçdiyindən 2 nəfər də əlavə deməli, həmən proqramı seçibsə,
2 nəfər də əlavə həmin proqram seçibsə. Deməli, bunlardan biri 100% B-dir. Baxın, B olduğuna görə, deməli, B də 19 ola bilməz. Baxın, C, Y, F. C, Y, F fərqli olduqlarına görə onlardan biri 19-u seçəcək, ikincisi 33-ü seçəcək, üçüncüsü 56-ını seçəcək. Baxın, C, Y, F üçü də fərqli-fərqlidir. Yəni, C ya 19 olacaq, ya 33 olacaq, ya 56 olacaq. Y, əgər C 19 olsa, 33 ya 56 olacaq. C isə, əgər C 19 olsa, Y 33 olsa, F, C onda 56 olacaq. Yəni, üçü də fərqli-fərqli. Bu üçündən birində olacaq. Hər üçündən biri. Deməli, F olduğundan, deməli, 2 nəfər əlavə həmən proqram seçibsə, deməli, F olduğu 1B-dir. 1B, F ilə B eynidir. Ondan əlavə, B-dən əlavə o biri isə ya C olacaq, Y olacaq, ya C olacaq. Deməli, B də 19 ola bilməz, A da 19 ola bilməz, D də 19 ola bilməz, F də 19 ola bilməz. 19 olacaq ya C, ya Y, ya C. Üçündən biri. Şərtimizə əsaslandıq. Şərtimiz də qutardı. Baxaq indi nədir? Aşağıdakıdan hansı mütləq səhifdir? Mütləq səhif olanlara baxaq. Baxın. Verilən şərtlərə baxasıyıq. Verilən şərtdən əlavə etsinə baxmayasıyıq. Tələbələrdən ikisi 56-cı saylıq qəbul proqramı seçib. Ona deyə bilmərəm. Nəyə görə? Çünki mənə 56-dan heç nə verməyib deyə mən bu barədə heç nə danışa bilmərəm. Sonra B-yə baxaq. F 33 saylı qəbul proqramını seçib. F 33 saylı qəbul proqramı seçib. Bunu da deyə bilmərəm. Çünki mənə burada 33 ilə heç nə verməyib. Yəni buna aid heç nə deyə bilmərəm. C-ni saxlayaq. D-yə baxaq. D və C fərqli qəbul proqramları seçiblər. D və C fərqli proqram. Onu da deyə bilmərəm. Çünki D ilə C deməli fərqli olub-olmağı deyə bilmərəm. Çünki nəyə görə? Çünki C 33 seçə bilər, D də seçə bilər, A da seçə bilər. Demək, onu da mən o haqda heç nə deyə bilmərəm. 56 saylı qəbul proqramını tələbədən 4-ü seçib, buna da heç nə deyə bilmərəm. Çünki mənə bu şərtdə heç nə verməyib. C bəndə olacaq cavabımız nəyə görə? Çünki yazıb ki, B 19 saylı qəbul proqramını seçib. B 19 seçməyə baxır. Görürsünüz, B-yə biz minus qoymuşuq. Ola bilməz 19. Əsas bizə səhif olan, mütləq səhif olan budur elə. Görürsünüz? Yenə deyirəm, verilən şərt əsasına qoyanda bizə ancaq o lazımdır. Verilən şərtdən nə deyirsə, ona aid biz nə seçməliyik. Başqa bizə verməyənləri nəyə görə verməyənlərə biz orada fərqləndirək ki? Verilənlər budur. B19 saylı proqramı seçib. Biz deyirik ki, F seçibsə, B də həmən proqram olmalıdır və C, Y, F də, onlardan da biri də deməli, həmən proqram əsasında olmalıdır. Deməli, B də, F də 19 ola bilməz deyə və bu da deyir ki, B 19 saylı qəbul proqramı seçib, deməli, B seçə bilməz. Və yaxud da belə nəticə alaq. F 33 saylı qəbul proqramı seçibsə, F 33 seçibsə, belə yazaq. Deməli, B də 33 seçib. Belə də baxsaq, görərək ki, yenə C bəndi səhif proqramı olur. Çünki 19 deyil, 33 olmalıydı B. Belə də götürə bilərik. Cavabımız C bəndi oldu. İndi bu mətnə əsasən bundan 9-cu sualı həll edək. 9-cu sualı həll edək. Deyir ki, bu tələbələrdən hər birinin seçdiyi qəbul proqramının nömrəsi tapmaq üçün mətndə verilənlərdən əlavə azı 3 nəfərin hansı proqram seçdiyi də açıqlanmalıdır. Bu 3 nəfər kimlər ola bilər? Bu da asan bir şeydir. Çətin heç nə yoxdur, yenə deyirəm. Çətin olan əsl odur ki, sizin qorxub yazmamağınız. Bax, çətin əsas odur. Yəni, yenə deyirəm, o tələbə ki, qorxmayıb, suala girişsə, yazmaq istəsə, sualda heç bir çətinlik yoxdur. Deməli, baxaq. Bu da nə deyir? Bu da deyir ki, deyir bu tələbədən hər birinin seçdiyi, deməli, baxın. Deməli, proqram seçdiyi açıqlanmalıdır. Azı 3 nəfərin hansı proqram seçdiyi açıqlanmalıdır. Deməli, bir dənə də oxuyaq. Bu tələbədən hər birinin seçdiyi qəbul proqram nömrəsini tapmaq üçün mətndə verilənlərdən əlavə azı 3 nəfərin hansı proqram seçdiyi açıqlanmalıdır. Hansı proqram seçdiyi açıqlanmalıdır. Baxın, biz burada hansıları açıqlasaq, tam olaraq bunların hamısı açıqlanacaq. Hansılarını açıqlasaq, tam olaraq hamısı açıqlanacaq. Bu onda bu şərtləri saxlayırıq. Bu 33 proqramı şərtlərini saxlayırıq. Çünki bu birinci şərt uyğun idi. Baxın, əgər mən C-ni açıqlasam, C-ni açıqlasam, Y ucu açıqlanmış olur. Nəyə görə? C tutaq ki 19-dursa, Y 56-dırsa, tutaq ki C 56-dırsa, Y avtomatik bilirəm ki 33 olacaq. Çünki bunların 3 də fərqli olmalıdır. C ilə Y, F. Sonra nəyə seçə bilərəm?
F-i seçə bilərəm. Nəyə görə? Çünki C, F, C, F-i seçsəm, mən B-ni də seçmiş olacağım. B ilə F-i bildimsə, A ilə D-ni də biləcəm nə olduğunu. Bu deməli, bu da seçilməsi lazım olan hansılardır? C, F, C. Görürsünüz necə asan sualdır? C, F, C. Siz yenə deyirəm, oturub fikirləşmək lazımdır. C, F, C. Cavab elə bu da B bəndidir. Çətin heç nə yoxdur. Sadəcə yenə deyirəm, oturub fikirləşmək və sualı diqqətlə oxumaq lazımdır. Sualı diqqətlə oxusanız heç bir problem, yenə deyirəm, yoxdur. Gələk 10-cu suala. Əgər bu tələbələrdən çoxunun 33 saylı qəbul proqramını seçdiyi məlum olarsa, 7 tələbədən neçəsinin hansı proqramı seçdiyi tam mümkündür. Baxın. Gələk yenə həmənki proqrama. Baxın, yenə bura gələk. Deməli, bu da nə deyildi? Sualı bir dəfə də oxuyaq. Deyək, əgər bu tələbədən çoxunun 33 saylı qəbul proqramı... Çoxunun deyir, birisi nə deməkdir bu? Bu da ən çox seçən hansılardır? F-i seçəndə B və bundan əlavə bir nəfər, yəni C, Y və F-dir də, düzdür, C-dir də. Yəni, F ilə B, bir də əlavə kimsə. Deməli, F ilə B-nin seçdiyi ən çox olacaq da, düzdür. Deyək, ən çox seçdiyi 33 olarsa. Yəni, B 33-dür, onsuz da 33 idi, B. F də 33 olarsa. Bunlardan əlavə C-dir, Y-dir, C-dir. Bunlardan üçündən biri də 33 olacaq deməli. Aha, deməli, onu hələ mən bilmirəm. Çünki mən burada bildiyim hansı olacaq. B ilə F-i tam olaraq bilirəm. Sonra bu üçündən birinin burada olduğunu bilirəmsə, onda A ilə D 19 olanməz, 33 olanməz gələcək bura. A düşəcək bura. D də gəlib düşəcək. Yəni A 56 olacaq. D də gəlib düşəcək 56-ya. Deməli, mən burada neçəsini bildim? 1-in, 2-sin, 3-ün və 4-ün bildim də. Görürsünüz, 4 dənəsi uca mənim məlumdur. A olan yerdə D-də olmalıdır. Deməli, A 56-dırsa D-də 56-dır. B ilə F uca bilirdim ki, 30 olmağını uca bilirdim. Deməli, bunlar 2 dənə, bunlar da 2 dənə, 4 dənə. Görürsünüz, bu da asan bir sual idi. Bu da cavabı asan idi. Bu da çətin heç nə yoxdur. 4-ünün cavabı ilə Y bəndi. Y bəndi götürürük və düz olaraq da qaralayırıq. İnşallah gələn dərslərimizdə bu mövzudan yenə də paylaşacağım. Narahat olmayın bu mövzulara dair. Oldu əziz tələbələr. İnşallah gələn dərslərimizdə görüşərik. Sağ olun.